Qədim zamanlarda bir nəfər atı ilə yol gedirdi. Günəşin istisi altında uzun bir yol keçmişdi. Yorulmuşdu, susamışdı. Yolun kənarında bir quyu gördü və su içmək üçün dayandı. Quyuya yaxınlaşdı, amma bir problem vardı. Atını bağlamaq üçün heç bir yer yox idi. Biraz ətrafa baxdı, sonra bir odun parçası götürdü. Ucunu itilədi və onu yerə çaxıb mıx kimi bərk etdi. Öz-özünə dedi: "Qoy bu mıx burada qalsın. Məndən sonra gələnlər də atını bağlaya bilsin." Bu düşüncə onun qəlbindəki mərhəmətin, insanlara faydalı olmaq istəyinin əlaməti idi. Atını bağladı, quyudan su çıxardı. Həm özü içdi, həm də susuzluqdan taqəti qalmayan atına su verdi. Sonra yoluna davam etdi. Bir müddət sonra başqa bir adam həmin quyunun yanına gəldi. O piyada idi. Quyuya yaxınlaşarkən yerə vurulmuş mıxı görmədi. Ayağı ona ilişdi və yıxıldı. Yerdən qalxdı. Ayağının ağrısını hiss etdi və bir anlıq düşündü: "Əgər mənim ayağım buna ilişdisə, məndən sonra gələn başqa biri də yıxıla bilər." Sonra əyildi, o mıxı yerdən çıxardı. Çünki o da yaxşılıq etmək istəyirdi. Biri mıxı vurdu, biri mıxı çıxardı. Amma hər ikisinin niyyəti eyni idi: insanlara faydalı olmaq. Dinimiz bizə öyrədir ki, əməlin böyüklüyü onun görünüşündə deyil, niyyətindədir. Bir insan bəzən böyük bir iş görməz, amma elə bir niyyətlə kiçik bir addım atar ki, Allah qatında dağ boyda savab qazanar. Çünki əsl vəzifəmiz böyük işlər görmək deyil, lazım olan işləri görməkdir. Bəzən lazım olan iş bir yetimin başını sığallamaqdır. Bəzən bir xəstəni ziyarət etməkdir. Bəzən bir insanın qəlbini qırmamaq üçün susmaqdır. Bəzən bir təhlükəni aradan qaldırmaqdır. Yaxşılıq yalnız bir şey etmək deyil, bəzən yaxşılıq bir şeyi etmək, bəzən isə onu etməməkdir. Çünki Allah təkcə etdiyimiz işə deyil, o işi hansı niyyətlə etdiyimizə də baxır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin buyurduğu kimi əməllər niyyətlərə görədir. Uzun sözün qısası, bəzən bir mıx vurmaq savabdır, bəzən isə o mıxı çıxarmaq.